Uşaqlar, salam. Deməli, test 10. Test 10 ilə davam edək. Bir, verilən ardıcılığa görə 60-cı addımdakı olan şəkildəki kiçik düzbucaqların sayı neçə olar? Uşaqlar, birinci şəkildə və birinci şəkildə 1, 2, 3, 4 kvadrat var. İkinci şəkildə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 kvadrat var. Üçüncü şəkildə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 kvadrat var. Uşaqlar, fikir verin bu ədədlərə. Biz bu ədədləri hardan bilirik? 4 2-nin kvadratıdır. 9 3-ün kvadratıdır. 16 4-ün. Yəni birinci sıradakı ədəd 1-in yox, 2-nin kvadratıdır. Bu 3 vur 3. 4 vur 4. O zaman 60-cı addımda olan düzbucaqların sayı və yuxarıdakı bir vahid çoxdur. Birinci addımdakı 2 vur 2'dir. İkinci addımdakı 3 vur 3'dür. Üçüncü addım 4 vur 4. 60-cı addım bir vahid çox. Yəni 61 vur 61. Sonu 1 ilə bitəcək. 3721 düzgün cavab D variantı. Bu da bizim birinci testimiz. Daha sonra devam edək. K ədədi M ədədindən 6 dəfə böyükdür. Uşaqlar, məndən olsa, mən uşaqlar çətinlik çəkəndə həmişə deyirəm, gedin uşaqlar, yerinə ədədlər yazın, daha rahat. M-dən 6 dəfə böyükdür. Məsələn, M-ə 2 verək. Onda K M-dən 6 dəfə böyükdürsə 6 vur 2, 12 olacaq. M ədədi M, L-dən 7 dəfə kiçikdir. Əksi, L ədədi M-dən 7 dəfə böyük olacaq. 2 vur 7, 14. Deməli, ən böyük L-dir. Yəni 14, sonra K-dır, sonra isə M-dir. Bu şəkildə düzgün cavab olur. D variantı. Yəni mən həmişə xəyali ədəd tərəfdarıyam. Canlandıra bilmirsinizsə, tam əmin ola bilmirsinizsə, bu şəkildə hesab apara bilərik. Üçüncü, Y, L, S, T natural ədədlərdə ulduz əvəzinə hansı ədəd yazılmalıdır? Baxaq. Məsələn, vurma ilə başlayaq. Vuranda 48 edə, məsələn, 1 vur 48 olar, 2 vur 24, 3 vur 16, 4 vur 12, hətta bulan yerdə dəyişə bilər. 6 vur 8, 8 vur 6 bu şəkildə gedir. Məsələn, mən bura 1 yazsam, bura gərək 48 yazam. 48-in üzərinə nə əlavə etsəm 34 olar. Deməli, burada artıq biraz qarışıqlıq alındı. Düzdürmü? Yox, desəydim 2 vur 24, 24-ün üzərinə gərək 10 əlavə edəm. 10-dan neçə çıxsam 3 olar? 7. 7 bölü 2, 5 vermədi. O zaman 3 və 16-nı yoxlayaq. 3 vur 16, 48. 34, 16-nın üzərinə 18 əlavə etsəm 34. 18-dən 3 alınmaq üçün 15 çıxmalıyam. 15 bölü 3, 5. Cavab düzdür. Deməli, Y oldu 15. L hanı 3. Sonra S hanı 16. Bir də T'miz var 18, 34. 37, 15, 52. Üçüncü testimizin düzgün cevabı. Dördüncü testə baxırıq uşaqlar. Deyir, açılışı verilmiş kubun düzgün yığılmış variantlarını seçin. Uşaqlar, 6-nın üzərinə 1 düşsə sağda 5 olar. Gəlin baxaq. Deməli, 5 burada olacaqsa, figura belə. O tərəfdən bəri baxın. Yəni 6-nın üzərində 1 olanda mənim sağım onun o tərəfdən baxanda sol olur. Oradan da 6-nın üzərində 1 olanda 6-nın sağı 5 olur. Doğrudur. 4-ün üzərinə 2 düşdükdə, baxın, 4-ün üzərinə 2 düşdükdə, 2 burada olduqda, 4-ün üzərinə 2 düşdükdə, uşaqlar, bax, yenə deyirəm, bax, figura, buradan baxsaq, yəni mən 2-nin üzərinə 4 düşsə, sağda 3 olardı. Amma 4-ün üzərinə 2 düşürsə, sağda 1 olacaq, 3 yox. Üçüncü testə baxaq, 3-ün üzərinə 5 düşdükdə, ümumiyyətlə, davamını yoxlamırıq. Çünki elə 3-ün nöqtələrinin də istiqaməti səhv verilib uşaqlar. Baxın, çünki 3-ü belə verir. Daha doğrusu orada yox, burada səhv verilibdir. 3-ün nöqtələri bu şəkildə olmalıydı. Heç ona görə yoxlamıram. Sonra 3-ün üzərinə 6 düşdükdə, bax, silirəm. 6 bilirik ki, yuxarılar, qapaqlar fırlana bilər. 6 burada da ola bilər, burada da, burada da. 3-ün üzərinə 6 düşdükdə sağda
3'ün üzərinə, baxın, 3'ün üzərinə 6 düşdükdə bunun sağında 5 olur. Bu 4 yazıb, bu da səhvdir. Deməli, hələ ki bir düz olub. İndi 5'in üzərinə 5 hanı burada? 5'in üzərinə 3 düşdükdə sağda 6'dır. Bayaq nə dedim? Yəni buralarda 6 ola bilər. Düzdürmü? Fiqura buradan baxsaq, bax 5'in üzərinə 3 düşsə 5'in sağında neçə var? 6. Yəni 4, yox, 5 doğrudur. Sonra bir də 1'in üzərinə 4 düşdükdə, biz bunları müəyyən müddət məşq elədikcə gözümüzdə canlandırma asan olacaq. Bax 1'in üzərinə 4 düşdükdə, 1'in üzərinə 4 düşdükdə sağa 2 düşür. Bu da doğrudur. Düzgün cavab olacaq B variantı. Əgər tam canlandıra bilmirsinizsə, ağ bir pozandan istifadə edin. Pozanın qarşı tərəfindən sağa doğru bax bu şəkildə bunları nömrələyə, yəni bu şəkildə yaza-yaza gedin. Yuxarı hissəsinə 6, aşağı hissəsinə 2 yazın və daha sonra əlinizdə pozanı oynadaraq düzgün cavabı tapa bilərsiniz. Ardıcıllığı pozan ədədi tapın. 19, burada da 5 var. 5 bucaqlıdır. 19 üstə gəl 5, 24. 24 özü 8 bucaqlının daxilindədir. 24 üstə gəl 8, 30 yox, 32 olmalıydı. Yəni pozan 30'dur. Davam edək. 32 4 bucaqlı daxilindədir. 32 üstə gəl 4, 36. 36 üstə gəl 3, 39. 39 üstə gəl 6, 45. 45 üstə gəl 4, 49 doğrudur. Qalan hər biri doğrudur. Pozan bizdə olur 30. Onun yerində olmalıydı 32. Qanunluğu müəyyən edin. Deməli 5, 2. Baxıram ki 5, 2-də 5, 2-dən böyükdür. Yəni burada ödəyir. Düzdür mü? Ona görə 4'ü vururam 5'e, çıxıram 2'ni. Bu bizə verir 18. Mötərizənin cavabı oldu 18. 18, 18'i tapıramsa, artıq gedirəm, bu şərtdən istifadə edirəm. 18, 18 AB-yə bərabər olarsa, 18'in üzərinə 3 vur 18 əlavə edirəm. Yəni 18 üstə gəl 54. Bu da bizə verir 72. Uşaqlar, yəni bunlar sizin istiqamətlərinizdir. Sağa dön, sola dön, düz get. Yəni əgər AB-dən böyükdürsə, bu bərabərlikdən bu ifadədən istifadə et. Tapdıq. Buranı 18 tapdıq. Düzdürmü? 18 18'e bərabərsə artıq bundan istifadə etmək lazımdır. 7-ci testə baxırıq. Qatlanılmış kağızda kəsiklər edilib. Fikrən kağızı açın və açılışa müvafiq variantı tapın. Deməli, uşaqlar, əgər bu hissəni bu şəkildə biz açsaq, deməli bu tamamlanmalıdır. Düzdürmü? Bu hissə tamamlanmalıdır. Elə avtomatik C variantı getdi. Daha sonra fikir verin uşaqlar, var. Kağız bu şəkildə deyil. Yəni sağ və sol bir-birinə simmetrik olmalıdır. Elə B, axı bunlar bir-birinə simmetrik deyil. B variantı da getdi. Elə baxıram ki, elə bu da simmetrik deyil. Elə düzgün cavab A variantı. Heç çox da belə özümü yormağa ehtiyac qalmadı. Sonra gəldik 8-ci testə. Nə deyir? Deyir ki, A vurulsun, baxın, A vurulsun C. Bizə verir 150. A vurulsun B bizə verir 70. C vurulsun B bizə verir 105. İndi bizdən nə istəyir? A plus B cəmini. Düşünürəm ki, məsələn, 150, 70. 150 və 70'in ortaq böləni nə ola bilər? 5 ola bilər. Hər ikisi 5'ə bölünür, 10'a bölünür. Bir də 15'ə bölünür. Məsəl üçün, desəm ki, gəlin, hər ikisində ortaq olan nədir? A-dır. Düzdürmü? 5 versək, bu 30 olur. Axı 30'u nəyə vursam 105 olar. Davam edək də 5 vur 14. 30 vur 14, 105 olmur axı. Başa düşdünüz? Variant seçməklə geçsək. Yox, desəm 10 verək. 10 vur 15, 10 vur 7. Deməli, 15 vurulsun 7. Bu doğrudan da bizə 105 verir. A oldu 10, B də oldu. B hanı 7. Bunları da toplasam
17, yəni düzgün cavab A variantı. Gəldik 9-cu testə uyğunluğu müəyyən edin deyir. Neyniyir? 13 və 9-u toplasam 22, vursam 2-yə 44. 18 və 25-i toplasam 43, 2-yə vursam 86. 11 və 17-ni toplasam 28, 2-yə vursam 56. Əlbəttə ki, sonda cavab nə oldu? 22 və 33 topladım 55, vurdum 2-yə 110, yəni D variantı və 10-cu, sonuncu maraqlı testimiz deməli nə eləyib? Bu kənardakı 4-5, 4 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı sizə boş-boşuna verilməyib. Bunlar müəyyən istiqamətdə dəyişir. İndi görək necə dəyişir. Ulduz 4 bucaqlı daxilində olduğuna görə 4 istiqamət ulduz önə gedir. Deməli, baxın, bax ulduz buradadır. 1, 2, 3, 4. Başqa bir rənglə göstərim. Digər dairə daxilində olan ulduz isə geriyə gedir. Yenə buradadır, düzdürmü? Baxaq. 1, 2, 3, 4. Oradan da dördüncüdə bax, gəldi oldu burada. İndi başqa fiqurda baxaq. Burada yenə ulduz 5 bucaqlı daxilindədirsə 1, 2, 3, 4, 5. Burada olmalıdır, buradadır. Bu isə geriyə gedir. Baxaq. 1, 2, 3, 4, 5. Doğrudan da gəlib burada olubdur. İndi necə olacaq? Bu bizim ulduzumuzdur, düzdürmü? Ulduz gedir 6 bucaqlı daxilində olduğuna görə 6 addım qabağa. Yəni 1, 2, 3, 4, 5, 6. Bax, burada ulduz olmalıdır, burada. Deməli, bu deyil, bu da deyil. B və D getdi. Sonra bu isə 6 addım geri gedir. Yəni 1, 2, 3, 4, 5, 6. Bax, burada olmalıdır. O da düzgün cavab C variantı burada yox. Yəni 10-cu testimizin də düzgün cavabı oldu C variantı. Uğurlar uşaqlar. Növbəti izahda görüşərik inşallah.